Müsahibimiz Xankəndi Futbol Klubunun müdafiəçisi Hüseyn Axundovdur. Hüseyni ilk öncə təbrik edirəm. Komanda ardıcıl 4-cü qələbəni qazandı və bu gün əsas rəqiblərinizdən biri olan Şirvan komandası üzərində 3-0 hesablı möhtəşəm bir qələbə qazandınız və artıq qrupda birinci yer tutaraq son oyunun nəticəsindən asılı olmayaraq 8-də 1 finala vəsəqə qazandınız. Zəhmət olmasa bu günə qədər keçirilən və həm bugünkü oyun, həm də bu günə qədər olan nəticələri şərh edərsiniz. İlk öncə qələbə etdiyiniz təbrikə görə minnətdarlığımı bildirirəm. Belə bu oyuna gələnə kimi rəqiblərimiz belə deyim də daha asan idi, amma bu oyun Şirvan komandasının daha inamlı, daha kompakt, daha belə deyim yığışmış bir komanda olduğunu bilirdik. Evet. Təbii ki, bu da özünü oyunda göstərdi. Birinci hissə 0-0 oldu. İkinci hissədə buna baxmayaraq hücumlarımız davam etdi. 3-0 nəticə qazandıq, qələbə qazandıq. Sözünü də kəsirəm Hüseyn. Yəni iki fərqli hissə demək olar bizləri. Keçən oyunlarla da müqayisə eləsək, demək olar ki, yəni sanki eyni ssenarinin komandalarının. İlk hissədə nə çatmır komandaya səndə? Gol vurmaq. Belə deyim də, biz ilk öncə elə bizdə qol çatmır. O qolları vurmamaqda da əsas biz tələskənlik olur, son qərarlar yanlış qərarlar olur. Bu da yəni bizim komanda çalışırıq ki, ilk 10-15 dəqiqədə qol vuraq. Bunda tələskənlikdən irəli gəlir. Ona görə düşən fürsətlərdən istifadə edə bilmirik, çox vaxt tələsirik. Amma şükürlər olsun ki, bu gün düz qeyd elədiniz. Birinci hissə 0-0 oldu, ikinci hissə 3-0 toparlandıq və o belə deyim, düşən nəticə momentlərdən, qol epizodlarından maksimum istifadə edib qələbə qazandıq. Olduğunda son sualımı da verim. Sözsüz ki, komandanın önündə bu mövsüm ilk dəfə çıxış edir düzdür region liqasında, amma çempionluq qoyulubdur. Qrup mərhələsi hələ bitmir. Yəni son oyununuz qalıb, amma yenə də play-off haqqında artıq indidən düşünürsünüzmü və təbii ki, play-off mərhələsində rəqiblər daha çətin olacaqdır. Səncə komandanın belə bir potensialı hal-hazırda varmı çempionluq uğrunda? Belə deyim də, komanda potensialı təbii ki var. Yəni komanda, onu da qeyd edim ki, mən komandaya sonradan qoşulmuşam. Komanda neçə aylardır fəaliyyət göstərir, yəni uşaqlar yığışıblar, oynayıblar. Belə deyim də, mən gəlmişəm komandanın gücünə güc qatmağa. Təbii ki, biz onun fərqindəyik ki, play-offda olan komandalar, qrup mərhələsində olan komandalar kimi eyni deyil. Onlar daha kompakt, daha güclü komandalardır. Lakin buna baxmayaraq bizim belə deyim də, potensialımız var ki, inşallah Allahın köməkliyi ilə qələbə qazanır. Bizim üçün yəni dəyişən bir şey olmaz. Biz çempionata başlayanda bizim məqsədimiz nə idisə, o məqsəd uğrunda sona kimi vuruşub Allahın izni ilə, yəni qoyulan çempionluğa gedəcək. Oldu. Təşəkkür edirəm müsahibə üçün. Sənə də komandaya da uğurlar. Minnətdaram sizə də.